Ağa İmam-ı Zaman Aleyhisselam'ın mübarek vücuduna, zuhurunun tecilline salavat zikrederiz. Allahümme salli ala Muhammed Ali Muhammed. Hanım Zəhra Salamullah Aleyhanın şehadeti münasibetiyle ilk önce aziz nəvəsi Hazreti İmam Zaman Aleyhisselam'a, sonra da siz əzizlərə təsliyə tərz edirəm. Allahu Teala sizləri Hanım Zəhra məhəbbətində inşallah sabit qədəm qərar versin. Amin. Allah qəlblərimizi Hanımın mərifəti ilə inşallah nuranələndirsin. Amin. Bugün günortada bildiyimə görə məclis olub. Kərbəlayı'da iştirak edildik. Hanım barəsində danışıb. Mən bir-iki mətləbə toxunacağım inşallah. Ondan da sözünü bitirəcəm. Hanım Zəhra Salamullah Aleyhanın dərki bizlər üçün müyəssər deyildir. İnsan dərk eləyə bilməz. Çünki insan ruh və bədəndən təşkil tapıb. Siz bilirsiniz ki, Hanım Zəhranın bədəni məhz cənnət nemətlərindən əmələ gəlmiş nütfədən yaranmışdır. Peyğəmbər Əkrəmə cənnət nemətlərin gətirirdi Həzrəti Cəbrail Aleyhisselam. 40 gün ki, Peyğəmbər Əkrəm ibadət etdi. Ancaq cənnət nemətləri ilə qidalandı və ondan sonra Hanım Zəhra Salamullah Aleyhanın lütfəsi əmələ gəldi. 40 gün Xatəmün Nəbiyyin ibadət edə. O ruh nə ruh olar? Və ondan sonra cənnət meyvələrindən də bədən əmələ gələr. Hanım Zəhranın ruhu Xatəmün Nəbiyyin Peyğəmbərin 40 günlük ibadətindən sonra yaranan bir ibadi ruh, bədən də cənnət meyvələrindən əmələ gəlmiş nütfədən. Bunu dərk etmək insan ağlından kənar bir şeydir. İnsan qüvvəsindən xaricdir. Biz bunu dərk edə bilmərik. Məhz bu cəhətədir ki, bütün müsəlmanların məzhəbindən asılı olmayaraq, bütün təriqətlərin tarixi mənbələrində, hədis kitablarında Peyğəmbər Əkrəmdən bu hədis nəql olunmuşdur. Ya Fatimə, İnnallaha yerza lirizak və yəğzib liğəzəbik. Fatimə, Allah sənin razı olmağına görə razı qalar, Allah sənin qəzəblənməyinə görə qəzəblənər. Yəni, Hanım Zəhra nəyə razı qaldısa, Allah da ona razı qalır. Hanım Zəhra nəyə qəzəblənərsə, Allahın da ona qəzəbi tutar. Bundan öncə bunu qeyd edim ki, bir insanın məsum olmasından ötürü nə yetər? İnsaniyyətin ən kəmal nöqtəsi, insanın yetişə biləcəyi ən uca zirvə məsumiyyət zirvəsidir. Məsum olmaq üçün nə lazımdır? İnsan öz razılığını Allahın razılığına tabi etdirə, öz qəzəbin də Allahın qəzəbinə tabi etdirə. Mən o şeyə razı qalam ki, Allah ona razı qalır, mən o şeyə qəzəblənim ki, Allah ona qəzəblənir. Bəs yaxşı, bu hansı məqamdır ki,
Allah birinin razı qalması ilə razı qalır, birinin qəzəblənməsi ilə qəzəblənir. Artıq ağıl, dil, qələm bunu dərk etməkdən, ifadə etməkdən, yazmaqdan acizdir. Biz məsumiyyətdən yüksək o məqamı dərk eləyə bilmirik. Amma bu hədis Xanım Zəhra salamullah aleyhanın Allahın cəmal, kəmal sifəti olmasının təcəllası olduğun bizə aydın surətdə başa salır. Məhz buna görədir ki, həm Əhməd ibn Həmbəlin müsnədində Öməriyyə tayfasının alimlərindəndir, həm bizim mənbələrimizdə bu hədis də nəql olunur. Elə ki, qiyamət bərpa oldu, bir münadi nida edəcək. Başınızı aşağı əyin, gözlərinizi yumun, ta ki Fatimə gəlib keçsin. Bütün bəşəriyyət, Həzrəti Adəmdən tutmuş ta Xatimə, ən birinci insandan ən axırıncı insana qədər. Hamı gözün yumacaq, hamı da başını aşağı əyəcək. Xanım Zəhra bir naqənin üstündən gəlib keçəcək. Bir kəcavənin içərisində olacaq. Bu kəcavə nə kəcavə? Batinuha əffullah, zahiruha rəhmətullah. Pərverdigarı. Bu kəcavənin batini Allahın kəmal sifətlərindən olan əff. Əffullah. Bu əffi ki, bütün məxluqat Allah-u Teala'nın bu sifətinə sığınır. Bütün varlıqlar Allahın bu adına sığınır. Allahın əfvinə sığınır. Zahiri də rəhmətullah. Bütün məxluqata olan feyzlər, lütflər Allah-u Teala'nın hansı sifətindən qaynaqlanır? Rəhmət sifətindən qaynaqlanır, lütf sifətindən. Bu nə məqamdır Pərverdigara? Bu nə əzəmətdir? Dil bəyan etməkdən acizdir. Naqəsinin yüyəni kimin əlində olacaq? Həzrəti Cəbrailül Əmin əleyhissalam. O Cəbraili ki, 124 min Peyğəmbər onun əlinə baxırdılar. Gözləyirdilər ki, bu haçan gələcək, vəhy gətirəcək. 124 min Peyğəmbərin vəhyini gözlədiyi Həzrəti Cəbrailül Əmin əleyhissalam, Həzrəti Zəhra salamullah aleyhanın naqəsinin yüyənini tutacaqdır. Ona görə Həzrəti Zəhra əleyhissalamın şəxsiyyəti bizim üçün dərk olunmazdır. Bu cəhətədir ki, İmam Həsən Əskəri əleyhissalamdan da səhvləmirəmsə rivayət buyurur, biz imamlar Allah-u Teala'nın insanlara olan hüccətiyik, Xanım Zəhra da bizə Allah'ın olan hüccətidir. Xanım Zəhra imamlara Allah tərəfindən təyin edilmiş hüccətdir. Bu nə məqam? Qeyri-mümkündür dərk etmək. Amma Peyğəmbər Əkrəmin varlığının bir parçası olan Xanım Zəhra nə əziyyətlər yaşadı Peyğəmbər Əkrəmdən sonra. Bu ümmət nə zülümləri Xanım Zəhraya rəva bildilər. Bunu bütün tarix kitabları yazıb, məzhəbindən asılı olmayaraq, hamı yazıb. Əleyhissalam elə ki, xanımın cənazəsini apardı, yazırdılar tarix kitabında ki, bir milə bir nur əmələ gəldi. Əleyhissalam xanım Zəhranın cənazəsini təqdim etdi, orada bir ifadə işlətdi. Ya Rasulallah, ləqəd usturciətil vədiə. Ey Allahın Rəsulü, sənin əmanətin sənə qaytarıldı. Və uxizətir rəhinə, sənin mənə verdiyin girov sənə qaytarıldı. Amma huzni fəsərməd, amma mənim hüznüm əbədi olacaq. Və leyli fəmusəhhər, gecələrimi də oyaq keçirəcəyəm, qəmdən əli yata bilməyəcək.
Xanım Zəhraya bu zülümləri etmişdilər ki, Əli əleyhissalam bu cür ürək dağı ilə Peyğəmbərə xitab edirdi. Evinə hücum çəkilməsi, evinin qapısının yandırılması, Ömər Məlun tərəfindən taziyanəyə vurulması, Qunfuz əleyhil-lə'nənin, Ömərin qulamı olan Zülfuzun xanım Zəhranın əlinə qamçı vurması ki, Əli əleyhissalam Süleym ibn Qeysə buyurdu ki, xanım Zəhra dünyadan köçənə qədər o qamçı izi onun qolunda bir qolbağı kimi qalmışdı. Xanımı incitmələri, bunlar hamısı nədir? Hamısı tarixin faktlarıdırlar və bu faktlar danılmaz faktlardılar. Qəbrin də məxfidir, ta qiyamətə. O vaxtdan bəri xanım Zəhra bütün bəşəriyyətə mesaj verir. Ay balam, nə olub ki, Peyğəmbərin ciyər parəsini istəyir ki, onun qəbri məxfi qalsın? Bir insanlar düşünün, bir insan istəməz ki, onun qəbri açıq olsun, hamı gəlsin ziyarət eləsin, hamı gəlsin Fatihə oxusun. İnsan gərək niyə istəsin ki, onun qəbri məxfi qalsın? Nə səbəbə? Düşünsünlər, bunun səbəbi budur. Xanım Zəhra özü bəyan edib. Mən istəmirəm o iki məlun gəlib mənim cənazəmdə iştirak eləsin. İstəmirəm. Tarix boyu da insanlar fikirləşsinlər ki, bu məlunlar o xanıma nə əziyyət eləyiblər ki, indiyəcən də o xanımın qəbri agah deyil bizə. İnşallah İmam Zaman əleyhissalam zuhur edəcək. Xanım Zəhranın, İmam Hüseyin ağanın, Əli əleyhissalamın o yaralı qəlbinin intiqamını inşallah onların özündən də və onların şiələrinin inşallah qəlbini sevindirməklə bu intiqamı hökmən inşallah alacaqdır. Amin. Allah bizləri Peyğəmbər və Əhl-i Beyt məhəbbətində sabit qədəm edilsin inşallah. Amin. Mən bir mətləbi də toxunum balaca, bundan da söz edəcəm. Yorulduz yəqin. Bəziləri şübhələr ortaya atıblar. Baxmayaraq ki, öz kitabları da yazır, tarixi mənbələr qeyd edir. Eyni halda o inad ki var, o inadla bəzi şübhələr ortaya atırlar. Deyirlər, Əli əleyhissalam niyə həmin anda bir əks münasibət göstərmədi? Bizim hər hansı birimizin evinə hücum olanda Həzrət, yəni hamımız əks münasibət göstərir. Niyə Əli əleyhissalam eləmədi? Əvvəla bunun cavabı vardır. Böyük Öməriyyə təfsirçilərindən biri Alusi də, həmçinin bizim kitablarımızda da var ki, Əli əleyhissalam tutdu o məlunun yaxasından, vurdu yerə, hətta ağzına da vurdu, şillə vurdu. Vurdu yerə və dedik, bir anlığa sonra dayandı. Nə dedi? Dedi, əgər olmasaydı Allahu Teala'nın əmri, olmasaydı mənə Peyğəmbərin əhdi, sən bilərdin ki, mən səninlə nə cür davranardım. Buraxdı onu, məlun çıxdı evdən. Əli əleyhissalam Allahın və Peyğəmbərin əmrinə görə dayanıb. İndi maraqlı cəhət burasıdır, əzizlər. Bilirsiniz ki, onlar niyə bu cəsarəti göstərdilər? Onlar məyər Əli əleyhissalamın şücaətini görməmişdilər? Onlar bilmirdilər ki, Əlinin evinə hücum etmək nə deməkdir? Onlar çox gözəl bilirdilər. Amma onlar bilirdilər ki, Peyğəmbər Əliyə tapşırıb, Əli səbr edərsən. Onlar bilirdilər ki, Əli əleyhissalam səbr edəcək. Əli əleyhissalam bunlara qarşı ciddi addım atmayacaq. Ona görə onlar özlərində cəsarət tapırdılar. Yoxsa onların nə hünəri var idi, nə cəsarətləri vardı. İkinci məlun özü deyir ki, mən müharibədən dağ keçisi kimi qaçırdım. Özünü bənzədir, dağ keçisi nə cür qaçar, mən də deyir, müharibədən o dağ keçisi kimi qaçırdım, öz kitablarında vardır. Dağ keçisi kimi qaçan bir insan aslanın evinə, Allahın aslanının evinə hücum çəkməyə cəsarət taparmı? Məhz o, Peyğəmbər Əkrəmin vəsiyyətini eşitmişdir deyə bu cəsarəti tapırdı. Bu bir. İkincisi deyirlər,
Yaxşı, Əli əleyhissalam niyə oğlanlarının adını Əbu Bəkir, Ömər, Osman qoymuşdur? Adam öz düşmənlərinin adı ilə adlarını öz övladlarına verərmi? Bu saytlarda da var. Ümumiyyətlə çox yayılır bu şübhələr. Amma bunu biləsiniz əzizlər, istəyirəm bunu biləsiniz, dəqiq biləsiniz, yadınızda da qalsın. Əbu Bəkir künyədir. Bir var, ərəblərdə belə bir qayda var. Bir var ad, bir var künyə. Adı insana öz ata-anası verər. Künyəni, ləqəbi isə cəmaat verər. Əbu Bəkir addır, nə künyə. Əbu Bəkir künyədir, ad deyildir. Əb və ümmi kəlməsi ilə başlayan bütün sözlər künyə gedirlər, ad gedmirlər. Bu künyədir və bunu Əli əleyhissalam oğluna verməmişdir, cəmaat vermişdir. Bu bir. İkincisi, həmin zamanda neçə dənə səhabənin adı Əbu Bəkir olmuşdur. Bunun mənası budur ki, Əli əleyhissalam məhz onun şərəfinə oğlunun adını Əbu Bəkir qoymuşdur. Fərz eləyək, lap belə Əbu Bəkir Əli əleyhissalam vermişdir. Məyər məhz onun şərəfinə vermişdir? Belə deyildir. İkincisi, Ömər adı. Həmin vaxtlar Peyğəmbər Əkrəmin təqribən 30 neçədən yuxarı, onlarla belə deyək, həm dəqiq ifadə ilə etsək, onlarla Ömər adında səhabəsi olmuşdur. Bu adı Əli əleyhissalam məhz əgər Əli əleyhissalam veribsə oğluna, məhz onun şərəfinə vermişdir. Həmin ad, həmin vaxt çox məşhur adımış, Ömər adı. Bu bir. İkincisi, öz kitablarında da vardır ki, əslində həmin uşağın adı Əmr olub, nə Ömər. Əmr kəlməsi ilə Ömər kəlməsinin yazılışı eynidir. Fəqət Əmrdə bir dənə vav var, Ömərdə o vav yoxdur. Çox bir-birinə yaxın, oxşar sözlərdir. Əslində uşağın adı Əmr olub, nə Ömər. Bu iki. Bizim imamlarımızın çox səhabəsinin adı Yəzid olub. İmam Sadiq əleyhissalamın, İmam Muhammed Baqir əleyhissalamın, sonraki imamların çox səhabəsinin adı Yəzid olub. Bunun mənası budur ki, onlar hamısı Yəzidin şərəfinə, Yəzidə məhəbbət nöqteyi nəzərdən Yəzid adı qoyulur. Əslində bu cür deyildir. Ad ümumiyyətlə əqidə müəyyənləşdirməz. İndiki Amerikanın prezidentinin adı nədir? Barack Hüseyin Obama. İmam Hüseyin ağanın adına görə Barack Hüseyin Obama götürür. O cür ki deyil. Qətlən o cür deyil. Özü xristiyandır. Demək, ad əqidə müəyyənləşdirməz. Və üçüncüsü Osman adı. Əli əleyhissalamın Osman adında oğlu olub, amma Əli əleyhissalam öz dili ilə bəyan edir ki, mən bu adı qardaşım Osman ibn Məz'unun adına uyğun götürdüm. Osman ibn Məz'un çox gözəl bir sahabə olub, çox imanlı, çox əqidəli bir insan olub. Müharibələrin birində şəhid olub. Əli əleyhissalam buyurur ki, mən oğlumun adını Osman ibn Məz'unun şərəfinə Osman adlandırdım. Nə o Osmanın adına? Bu üçüncü Səhih Buxaridə, Səhih Müslimdə neçə dənə hədis var ki, Əli əleyhissalam buyurur, mən o üç məlunun sifətini görməyə belə istəmirəm. Onlara nifrət edirəm, onları yalancı, xəyanətkar, onları qəsbkar adlandırıb, müstəbid adlandırıb. Əli əleyhissalamın onlara münasibəti bu cürdür. Şikiyyə xütbəsi, Nəhcül Bəlağənin 203-cü xütbəsində Əbu Bəkirə qarşı olan sözləri. Əli əleyhissalamın onlara münasibəti son dərəcə aydın bir münasibətdir ki, onlara nifrət bəsləyir Həzrət. Necə olur nifrət bəslədiyinə görə uşaqların adını məhz onların adına görə qoyur. Və əsla bu cür deyildir, bu Əli əleyhissalam atılan bir iftiradır və yalandır. Və sonra bir söz deyirlər ki, Əli əleyhissalam qızını Ümmü Gülsümü güya verib Ömərə. Əvvəla bu məlum deyil tarixdə. Bu hadisə olub ya yox. İkincisi, bizim Əhl-i Beyt əleyhissalamdan nəql olunan mənbələrdə təhqiqatçıların ortaq gəldiyi nəticə budur. Əli əleyhissalamın evində Ümmü Gülsüm adında qız olub. Amma həmin o qız Əli əleyhissalamın özündən olan qız deyildir.
Əbu Bəkrin yoldaşı, səhvlərmirsə adı Əsma idi. Əbu Bəkir öləndən sonra Əli əleyhissalamla ailə qurub, Əbu Bəkrin həmin xanımdan Ümmü Gülsüm adında qızı olub, o xanım Əli əleyhissalama ərə gələndən sonra Ümmü Gülsüm də onunla birlikdə gəlmişdir. Ömər məhz həmin qızı istəmişdir. Nə Əli əleyhissalamdan, xanım Zəhradan dünyaya gələn Ümmü Gülsüm. Və hətta bizim tarixdə də yazırlar ki, Əli əleyhissalam heç həmin qızı da, Əbu Bəkrin qızını da vermədi ona. Çünki o qız yaxşı qız idi, Əsma da yaxşı bir xanım idi, möminə bir xanım idi. Həmin o Əsma idi ki, Əbu Bəkir, Ömərgil, onlar Əli əleyhissalama qarşı hansı planlar cızırdılar, Əlahdan xəbər göndərirdi ki, bunlar bu niyyətləri vardır, bu planlar cızırlar. Hətta yazırlar ki, Əli əleyhissalam bir cinnə əmr verdi. Həmin o cin, həmin o qızın surətinə gəldi, həmin o qız verildi ona. Nə ki, Əbu Bəkirin öz doğmaca qızı Ümmü Gülsüm verildi. Bu, bizim tarixi mənbələrdə kifayət qədər vardır və təhqiqatçılar bunu təhqiq ediblər, ortaya qoyurlar. Bunlar bihudə şübhələrdir, bixud şübhələrdir, heç bir əsası olmayan şübhələrdir. Özləri də çox gözəl bilirlər ki, Peyğəmbər Əkrəmin Əhl-i Beyt barəsində buyurduqları, Peyğəmbər Əkrəmin Əhl-i Beyt barəsindəki fəzilətləri və o məlunlarında Əhl-i Beytə olan zülmlərin çox gözəl bildiklərindən bu cür başlayırlar qurtdalanmağa, bu cür yalandan şübhələr oyatmağa. Amma bu şübhələr əsassızdır. Allah-u Teala bizləri Əhl-i Beyt əleyhissalamın nurundan ayrı salmasın inşallah. Amin. Bir hədis-i şərifdə var, buyurur, necə ki quş yerə enir, öz dimdiyinlə bir-bir danələri seçir, o cümlədən qiyamətin o çətin səhnələrində Əhl-i Beyt əleyhissalam o quşlar kimi öz şiələrini o dənlər kimi dənləyəcəklər və həmin o məhşər səhnəsindən inşallah onları xilas edəcəklər. Allah bizləri inşallah o şiələrdən qərar versin inşallah. Amin. Bu niyyətimizə Muhammed-i Ali Muhammedə salavat.